Üç aylar hak nurudur, gönüller huzur bulur. Üç aylar hak nurudur, gönüller huzur bulur. Hakka halis kul olup, tekrar ermek umulur. Hakka halis kul olup, tekrar ermek umulur. Hay Allah, hu Allah, dertlere derman Allah. Hay Allah, hu Allah, dertlere derman Allah. Recep-i Şerif gelen, regaib tacı giyen. Recep-i Şerif gelen, regaib tacı giyen. Müjdesi Leyli Kadir, miracıdır hep gözlenen. Müjdesi Leyli Kadir, miraçtır hep gözlenen. Hay Allah, hu Allah, dertlere derman Allah. Hay Allah, hu Allah, dertlere derman Allah. Resulun ayı Şaban, rahmete muhtaç insan. Resulun ayı Şaban, rahmete muhtaç insan. Merhaba şehri sultan, bereket ayan beyan. Merhaba şehri sultan, bereket ayan beyan. Hay Allah, hu Allah, dertlere derman Allah. Hay Allah, hu Allah, dertlere derman Allah. Ramazan geldi indi, hoş geldi sefa geldi. Ramazan geldi indi, hoş geldi sefa geldi. Gözleme sona erdi, gönüller şövge geldi. Gözleme sona erdi, gönüller şövge geldi. Hay Allah, hu Allah, dertlere derman Allah. Hay Allah, hu Allah, dertlere derman Allah. Çox dəyərli Minbər TV izləyənlər, uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişi ilə sizlərin qonağımızıq. Bugün çox dəyərli ilahiyyatçı, yazar Həzi Aslanov müəllim studiyamızın qonağıdır. Əvvəla sizi xoş gördük deyirik, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Necəsiz? Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah. Mən də ilk öncə Minbər TV kollektivini və onun dəyərli izləyicilərini Allahın salamı ilə salamlayıram. 11 ayın sultanı olan Ramazan-ı Şərif hər birimizə, xalqımıza, ölkəmizə, ümumilikdə dünyamıza, xeyirlərə vəsilə olsun dünyamızda. İnşallah sülhün, əmin-amanlığın, birlik və bərabərliyin artmasına, insanların bir-birlərini daha düzgün, daha yaxşı və daha gözəl formada anlamaları üçün bir vəsilə olsun deyə təmənni edirəm. Amin Gördük, inşallah. çox sağ olun. Allah razı olsun Həzi müəllim. Bugün Ramazan həyatımıza qədəm qoyduqdan sonra bizə bir sıra xüsusiyyətləri, bir sıra yeni alışqanlıqlar, bir sıra əlavə gözəl, müsbət davranışlar qazandırır. Bu davranışları bir gözdən keçirərkən, bir də Ramazanda ictimai bağlar dediyimiz insanlar arası əlaqələrin möhkəmləndirilməsi mövzusuna toxunmaq istədik. Ümumiyyətlə ictimai bağ deyildikdə nə başa düşə bilərik?
Bu barədə İslam peyğəmbəri Həzrəti Muhammed sallallahu əleyhi və səlləmin çox gözəl bir hədisi var. Ümmətini, bir bədənin əzalarına, üzvlərinə, orqanlarına bənzədir və davamında da əgər bir bədənin bir üzvü xəstələnərsə, bunun ağrısını, bunun, xəstəliyini digər orqanlarda sezər, hiss edər deyə Peyğəmbər sallallahu əleyhi və səlləmin bu barədə bir hədisi var. Bu məntiqlə, bu yanaşmayla, və buna inanan insanlar, müsəlmanlar, cəmiyyətə, ictimai münasibətlərə bu şəkildə bir yanaşma, tərzi nümayiş etdirirlər və əlbəttə ki, bu Ramazanda daha yüksək səviyyə, daha yüksək nöqtəyə çatmış olur. Çünki Ramazan haqqında ariflər hər zaman təqva məktəbi deyə bəhs eləməkdədirlər. Elə insanların dərdini anlamaq, insanların dərdi ilə dərdlənmək və eyni zamanda insanlara əlaqələri, ünsiyyəti artırmaq, inkişaf etdirməkdə bu şəkildə, bu ümmətə məxsus olan və Peyğəmbər əleyhissalamın da sallallahu əleyhi və səlləmin də tövsiyə etmiş olduğu bir, deməli, işdir, əməldir. Bəli, İslamın olmazsa olmazıdır. bəli. Bu bağları möhkəmləndirmək üçün Peyğəmbər Əfəndimizin tövsiyələrindən, ümumiyyətlə Qurani-Kərim, Qurani-Kərimin bu məsələyə baxışı necədir? Bu bağları necə möhkəmləndirə bilərik? Ümumilikdə İslam bizə bir həyat tərzi, göstərir. Bizə bir həyat tərzi formalaşdırmağı öyrədir əslində. Çünki, inanan bir insanın həyatında, inanan bir insanın, düşüncəsində, üfüqündə, məfkurəsində artıq inancından qaynaqlanan bəzi davranışlar, inancından qaynaqlanan bəzi hərəkətlər, inancından qaynaqlanan həyatında adət və həyatında tətbiq etdiyi, hal və hərəkətləri olur. Bu mənada da İslam bizə bir həyat tərzini söyləyir. Təbii ki, bu həyat tərzimiz içərisində də ictimai münasibətlərin, ictimai əlaqələrin, bağların qorunması, bunun müdafiəsi və bunun artması üçün səy göstərilməsi kimi də mühüm bir, belə deyək ki, müsəlman olaraq, inanan insanlar olaraq vəzifələrimiz gəlməkdədir. Elə bu vəzifələrimizin, ən çox biz, Ramazan ayında xatırlayırıq. Çünki Ramazan ayında Ramazanın bizə ictimai faydalarına baxacaq olarıqsa, ilk öncə bizdə birlik və bərabərliyin artmasına gətirib çıxardır. Yəqin ki, buna sizlər də şahidsiniz ki, Ramazan ayında, ailə olaraq bərabər sahura qalxılır və ya Bəli, iftar bərabər ailə olaraq olunur və ya cəmiyyətlə, insanlarla bərabər məscidlərdə və ya digər, yerlərdə iftarlar təşkil olunur. Heç bəlkə də, mütəmadi olaraq məscidə gəlməyən insanlar təravih namazı kimi namazda məscidə gəlirlər, məscidə yığışırlar bəli, və bəli, bu da insanlar arasında bir, qaynaşmağın, bir bütöv olmağın, və, eyni zamanda, safların bir safda durmaqla bu da zaman-zaman, saf bərabərliyinin duyğu, düşüncə və hal bərabərliyinə gətirib bəli, çıxardığını bəli. görəcəyik və ya görürük. Bəli, bəli. Xüsusən də bu Ramazan ayında diqqətimizi çəkən xüsuslardan biri də, məsələlərdən biri də odur ki, bəli, insanlar arasında, daha bir-birlərinə yaxınlaşma, bir-birlərindən daha sıx ünsiyyət qurmaları və daha çox bir yerdə vaxt keçirmələri, bu şeylər bizim çox qarşımıza çıxır. Ancaq Ramazan sonrasında, Ramazanın xaricindəki aylarda bir də görürük ki, bu hal biraz özündə bir zəiflik göstərir. Bu hal artıq arxa plana düşməyə başlayır. İnsanlar arası əlaqələr biraz zəifləyir. Bu halı davamlı tutmaq üçün, bu dediyimiz ictimai bağları möhkəm saxlaya bilmək üçün nələr eləyə bilərik? Bayaq öncə qeyd etdiyim kimi, Ramazan bir təqva məktəbidir. Necə ki, Bəli, öz sahəsində, peşəkar olmaq istəyən birisi ildə bir kərə kursa, ixtisas artırma kurslarına və sair, gedir. Orada öz peşəsinə dair bilik və bacarıqları yeniləyirsə, bir müsəlman da yaşantısında, inancında, İslam kimliyində özünü, şah tutması üçün, diri tutması üçün, təravətli şah tutması üçün, diri tutması üçün, onun, bir məktəbdən keçməsi lazımdır ki, bu da Ramazan, məktəbidir. Ramazanın, təqva məktəbi olan Ramazan məktəbidir. bəli, Əlbəttə Ramazandan sonra da, o ülvi duyğuların, ülvi hisslərin,
və ümumiyyətcə ictimai münasibətlərdəki olan o insani dəyərlərin, ümumilikdə dəyərlərin qorunması, yaşadılması Ramazanda qazanacağımız keyfiyyətlərə bağlıdır. Əgər Ramazanda biz həqiqi mənada o keyfiyyətləri dərk edər və onu yaşayar, onu həyatımızın bir parçası halına, öncə söylədiyim kimi, bir həyat tərzi halına gətirəriksə, bu bizi növbəti bir Ramazana qədər, növbəti bir, deməli, növbəti ilin Ramazanına qədər, o duyğuların canlı tutulmasına, təzə tutulmasına, gətirib çıxardacaqdır. Bu mənada Ramazanın yaşamaq, Ramazanı, eee, haqqıyla və ruhaniyyətinə uyğun olaraq onu dəyərləndirmək bizim digər aylardakı, yəni Ramazan olmayan aylardakı davranışlarımıza da təsir edəcəkdir. Hətta Bəli, belə bir söz var idi, eşitmişdim və çox da xoşuma gələn bir söz idi. Ariflərdən birisi deyir ki, bizdən öncəki deyir insanlar, tabiün və ya təba tabiunlar, onlar deyir Ramazandan əvvəlki ayları Ramazana hazırlıq, Ramazandan sonrakı ayları da Ramazanda nə əksiyimiz oldu, nəyi qazana bilmədik, nə yanlışımız oldu, nəyi haqqıyla yerinə yetirilmədiyin bir, özünü, belə deyək ki, mühakimə etmək. bəli, özünü mühakimə etmək və yaxud da ki, mühasibə deyək bu Bəli, formada, özünü bir hesaba çəkməklə keçirmiş. Bu da, bəli, o fəzilət sahibi insanlardan bizə qalan bir, ənənə olması lazımdır deyə düşünürəm. bəli. Allah razı olsun. Bu ictimai bağlar arasında ən mühüm olanı, sizcə hansını qeyd etmək olar? Bəli, ictimai bağlar arasında ən mühüm olanı, ilk öncə qohum-əqrəba ilə olan bağların qorunmasıdır. Hə, Çünki günümüzdə qohum-əqrəba ilə olan bağlılıqlar, demək olar ki, sıfırdır deməyin bəlkə də düzgün bir ifadə olmaz da, amma hardasa qohum-əqrəba ilə bağlarımız minimum, həddə, minimum səviyyəyə düşmüşdür. Düşünün ki, artıq bizim tətil anlayışımız, bir müsəlman olaraq bizim tətil anlayışımız da fərqlidir. Nə mənada? Əvvəlkilər, bizim atalarımız, babalarımız tətil deyərkən babanın, nənənin yanına getmək, qohum ziyarəti olaraq, tətili bu şəkildə anladıqları halda müasir dünyanın insanla tətil anlayışı, hansısa bir istirahət mərkəzinə, bəli, hansısa bir, belə deyək ki, restorana, otelə gedilməsi, orada, öz tətillərdə bu şəkildə keçirilməsidir. Bu mənada birinci diqqət olunması gərəkən qohum-əqrəba ilə əlaqələrin qorunması məsələsidir. bəli, Digər bir məsələ qonşu məsələsidir. bəli, Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin belə bir hədisi var bu mənada ki, səhabələr söyləyirlər və ya, hədisdə keçən belə bir buyruq var qonşu haqlarına dair. O qədər qonşu haqlarından bəhs olundu ki, bəli, sanki bəli. qonşu qonşuya mirasçı olaraq qalası. Hə, Cəbrayıl deyir mənə şey, qonşuluq Bəli. haqlarından, bəli, Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin, qonşu haqlarını ifadə edən çox möhtəşəm bir hədisi var. Cəbrail əleyhissalam mənə deyir, qonşuluq haqqından o qədər bəhs etdi ki, sanki Allah Taala qonşuyu qonşuya mirasçı olaraq buraxasıdır deyə, bəli, bu mənada ikinci bir məsələ qonşuluq haqlarının və ya qonşuluq əlaqələrinin qorunması məsələsidir. bəli, Digər bir mühüm məsələ də kasıbçılıq, kasıb, fağır, imkansız insanlara qarşı bizim də bir məsuliyyətimiz var və bəli, onlara qarşı olan, deməli, üzərimizdə olan məsuliyyətləri yerinə yetirməkdir. Bu da, deməli, ictimai münasibətlərimizdə, ictimai əlaqələrimizin artmasında və ümumiyyətcə bir fərd olaraq yaşadığımız cəmiyyətdə, faydalılığımızı artıran bir məsələdir. Keçən dəfə, bir statistik məlumat qarşıma çıxdı. 2023-cü ilə dair proqnozlaşdırılmış bir, proqnoz bu şəkildə olmuşdu ki, 70 milyon insan aclıqla üzləşəsidir, yoxsulluqla üzləşəsidir. Bu mənada, deməli, dayanıqlı inkişaf məqsədləri deyə 17, maddədən ibarət bir plan vardır ki, 2030-cu ilə qədər bu planda bu, məsələlər öz həllini tapmasıdır deyə həmin o məsələlərdən birincisi də yoxsulluqdur. Deməli ki, bu məsələ o bəli, qədər önəmli, o qədər ciddi bir məsələdir ki, sadəcə bu, bizim yaşadığımız cəmiyyət və ya ölkə ilə bağlı olan bir məsələ deyil, bu beynəlxalq bir problem
bir müşkül halına gelmişti. Ona göre de insanlar olarak, itirdiğimiz değerlerden birisi de yoksullara, kasıplara, imkansızlara karşı bizim de məsuliyyətimiz vardır və o Bəli. məsuliyyətimizin, o vəzifələrin yerinə yetirilməsidir. Bəli. Ümumiyyətlə, Allah Taala'nın bizə əmr etdiyi ibadət şəkillərinə baxdıqda sanki insanlarla, bizi sürəkli bir bağlantı qurmaq, qurmağa, yönəldir. O bağları bizə, eee, fərz olaraq buyurur. Məsələn, qohum-əqrəba, ziyarəti olsun, istər məsələn, orucun hikmətləri arasında həm də, başqa insanların halını başa düşmək, və orada da, mənəvi bir bağ oluşmuş olur. Mənəvi bir bağ meydana gəlmiş olur Məsəl və üçün, orucun kəffarə bəli, oruclarda bəli, onun bəli. kəffarəsindən birisi də bu idi ki, bu qədər insana məsəl üçün Bəli, bəli. köləni azad etmək və bu qədər insanı doyuzdurmaq Bəli, deyə, bəli, bu bəli, bəli, bəli. insanı yeməklə təmin etmək deyə. Bəli, Yəni orucun özünə də baxdığımız zaman orada görürük ki, əslində buna bir təşviq var. bəli, 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 bəli. Yəni, birincisinə baxdığımızda birinci nə gəlir? Kölə azad et. Bəli, bəli, bəli. Yəni, ibadətin əslinə belə o kölənin azad olunması, yəni bir insanın azad, hür olmasını Allah-u Teala qoyub. Digər bir məsələ, insan acdır. Acdırsa, onun o aclığının doyurulması məsələsini ibadətin kəffarəsi olaraq qoyub. Bəli, bəli. Üçüncü gəlir 61 gün məsəl üçün kəffarə oruc, amma ondan əvvəl axı bunu etməlisən, Bəli, bəli, olmadı bəli. bunu etməlisən. Ən sonda o ibadətin kəffarəsini özü ilə ödəmiş olursan Bəli, bəli. üçüncü mərhələdə və Bə ya yenə sıralamada. Bəli, bəli. Həqiqətən Ramazan bizə o qədər gözəl dəyərləri aşılayır ki, o qədər həyatımıza hər bir Ramazanın gəlişində daha, fərqli, sizin kimi gözəl müəllimlərimiz, gözəl, ilahiyyatçılarımız, yazarlarımız həqiqətən, Ramazanı bizim verilişi məsələn izləmək, bir insana, daha bir ekstra savab qazanmaq, əlavə daha bir savab qazanmaq, Ramazana bir daha fərqli yanaşmaq. Sadəcə məsələn, belə bir gün təsəvvür olunarsa, insanın, həyatı çox mənasız olar, elə deyilmi? Məsələn, səhər durdun, heç kimlə danışmadın, çörəyini yedin, orucunu tutdun, bir də yatdın, heç kimə ya bir xoş söz söyləmədin və yaxud da hər hansısa bir insanla aranda münasibət qurmadın, bir yaxşı iş görməyə, bir savab qazanmağa çalışmadın, və də, bizim verilişimiz də artıq iftara doğru, ra orucun açılası vaxta, demək olar ki, bitişi ona qədərdir, o vaxtadır. Bu verilişi də izləmədin. Ümumiyyətlə, sadəcə sırf bizim veriliş deyil, yəni bizim dinimiz elə bir gözəl bir dindir ki, çox dərin bir, elmdir, bir İslam elmi və bunu da nə qədər öyrənsək o qədər azdır və sanki hər bir Ramazanda, burada Ramazan verilişlərində, daha fərqli bir yanaşma, əldə eləyirik, daha fərqli bir baxış, daha gözəl, daha müsbət bir aura qazanmış oluruq. Buna görə, sizlərə təşəkkür edirik. Allah razı olsun. Çox dəyərli, fikirlər söylədiniz. Son olaraq bizlərə və izləyicilərimizə, bu, Ramazanda və Ramazandan sonrakı həyatımıza dair hansı tövsiyələri vermək istəyərdiniz? Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin gözəl bir hədisi var. 2 günü eyni olan ziyan Bəli, bəli. içərisindədir. Biz öncəliklə keçmiş Ramazanımıza diqqət eləməmiz lazımdır. Biz keçmiş Ramazanda nələri əldə etmədik? Çünki etdiklərimiz bizimdir, amma etmədiklərimizə diqqət etmək lazımdır. Onun bir belə deyək ki, onu düşünmək lazımdır. Keçən Ramazanda etməyib də, kaş ki Ramazan olsaydı, bunu da edə bilsəydim Bəli, dediyimiz bəli. nələr var? İlk öncə ona baxmamız lazımdır. Çünki Ramazan ələ düşməz bir fürsətdir. Bəli, Ramazan bəli. ələ düşməz bir zaman kəsiyidir. Hətta öncə sizin də sözünüzə qüvvət olsun. Ramazan elə sadəcə səhər durdun, orucunu bağladın, axşama qədər, yemədin, içmədin. Sadəcə bu deyil ki. Yenə, hədislərimizdə buyurulan Ramazanda verilən sədəqənin fəziləti olsun, Bəli, bəli. Ramazanda birisinə iftar verilməsi olsun,
Və yaxud da ki, Ramazanda, edilən Qurani-Kərim tilavəti olsun və Bəli, bəli. sair və ilaxır. Bu kimi məsələlər onu göstərir ki, insan sadəcə, oruç tutmaq, sadəcə səhər orucunu bağladın, axşama qədər heç bir şey etmədən, axşam da orucunu açdın deyildir. Bəli, bəli. Əlbəttə ki, insan oruçlu bir insanda bütün ictimai münasibətlərini, əlaqələrini, cəmiyyətlə, ünsiyyətini, Ramazan ayında da daha diqqətlə, daha həssasla qurması lazımdır. Və bu əlbəttə ki, ona digər zamanlarda, Ramazan olmayan digər günlərdə, oruçlu olmadığı digər günlərdə, Ramazan olmayan digər aylarda da onun o həssasiyyətinin qorunmasına, o diqqətlə yanaşma, belə deyək ki, formasının qorunmasına gətirib çıxaracaqdır. Bəli, bəli. Əlbəttə, tövsiyə deməyək, bir ümmətin bir fərdi, cəmiyyətin bir fərdi olaraq, əziz dinləyicilərimizə, bu şəkildə bir qardaşcasına, sözümüz bu olardı ki, öncəki Ramazanlarda etmədiyimiz və yaxud da ki, Ramazandan sonra kəşk dediyimiz məsələlər var. O kəşkləri zamanında düzəltmək, bu Ramazanda yerinə yetirmək lazımdır. Başqa bir, məsələ bu ola bilər ki, bayaq söyləmiş olduğumuz, o ailə daxili münasibətlər olsun, qohumluq əlaqələr olsun, əgər küsünlük varsa, onu bir an öncə bitirilməsi lazımdır. Madam rəhmət ayıdır deyirik, madam 11 ayın sultanı deyirik, madam oruç tutmuşuq və bir də bunun qarşılığında Allahdan mükafat gözləyirik. Çünki Allah-u Teala oruç haqqında bütün əməllər, bu şəkildə, amma oruç mənim üçün deyə Bəli, bəli. özəl bir vurğusu var. Madam sırf Allahdan, Allahın belə deyək ki, Allaha gedəcək, sırf onun üçün olan bir ibadətlə məşğuluq, o zaman aramızda küsünlüklər varsa mütləq olaraq bu həll olunması lazımdır. Çünki bir müsəlmanın 3 gündən artıq küsülü qalması, deməli, icazəli deyildir. Və bu duanı hər zaman etməmiz lazımdır. Birincisi, Allahım məni, ailəmi və nəslimdən gələnləri Bəli, qiyamətə qədər, sənə inananlardan et deyə birinci duamız bu olması lazımdır. Şirkin hər növündən qoru deyə dua etməmiz lazımdır. İkinci duada və önəmli bir məsələdir bu da, ikinci bir duamız da Allahım məni və nəslimdən gələcəkləri zinanın hər növündən qoru. amin. Çünki, şirk və zina, həm bir insan olaraq, həm bir müsəlman olaraq cəmiyyəti, çökdürən, cəmiyyəti həlakə aparan məsələlərdəndir. Bu mənada da elə bu Ramazan vəsiləsilə bu duamızı edək, çünki iftar, oruçlunun iftara açarkən etmiş olduğu duanın qəbul olunacağına dair Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin bəyanları vardır, buyruqları vardır. Bəli. Bu mənada da bu şəkildə də dua edək. Özümüz üçün dua İnşallah. edək, qohumlarımız üçün dua edək, ətrafımızdakı insanlar üçün dua edək və cəmiyyətimiz üçün dua edək. Allahım bizi və nəslimizdən gələcəkləri, bütün qohumlarımızı, Amin. əqrəbalarımızı, bütün cəmiyyətimizi, dostlarımızı, tanışlarımızı, bütün xalqımızı şirkin və zinanın hər növündən qoru deyə elə Amin bu inşallah. Ramazanında bəlkə də belə deyək ki, devizi, olaraq da bunu da söyləyərək Bəli, və bəli. ya bu duanı da edərək oruçlarımızı açmamız və belə bir təmənni etməmiz daha yaxşı olardı deyə subyektiv və fərdi bir fikrim bu şəkildə olur. Allah razı olsun. Allah Teala hər birimizin dilinə məhz bu duanı, eee, daha çox ifadə eləməyi nəsib eləsin bizlərə. Çox gözəl fikirlər söylədiniz. Uzaq bir yoldan gəldiniz, əziyyət çəkdiniz. Allah sizdən razı olsun. Verilişimiz xeyirlərə vəsilə olsun inşallah. Çox təşəkkür edirik sizlərə. Dəyərli izləyicilərimiz, bununla da növbəti bir Ramazan söhbətləri verilişinin sonuna gəldik. Növbəti verilişlərimizdə inşallah görüşmək ümidi ilə Allaha əmanət olasınız. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله.
حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح. الله أكبر الله أكبر لا إله إلا الله.